Esselamu Aleyküm Rahmetullah Barakatuhu değerli izleyiciler. Elhamdülillah sizleri hoş gördük. Değerli izleyiciler, Allah hamd olsun. Artık bildirçin cüzlerimizi setkanın üstüne bıraktım. Yani bugün bildirçin cüzlerimiz 11. gün tamam oldu. Dünen 10. gün tamam olanda setkanın üstüne bunları bıraktım. Elhamdülillah, mən sizə deyim ki, değerli izleyiciler, parçadan da, apılkadan da daha yaxşı setkadır. Çünkü apılkanı videomda gördünüz. Apılka yani ki bir sərfəli bir şey değil. Yani eşələnirlər, yem qabını doldururlar, su qabını doldururlar. Altlar tez müddətdə küskünə qalır. Amma setka sözün əsli mənası yani çok güzeldir. Bak fikir versen, yem qabları rahat, başlarını oradan çıxardırlar, rahat yeyirlər. Heç bir israfçılıq yoxdur. Allah həmd olsun. Fikir verseniz, bak burada su qabı, nipildə olmasa 2 dənə 1 litrlik qoymuşam. Günün yarısı qədər günün yarısı qədər bəs eləyir onların buradan su içməyi. Bax belə dəyərli izləyicilər, setkaları da demişəm sizə, yenə də xatırladıram. Setkaların gözü 1 santinin 1 santidir və yaxud da 1 sant 10'dakidir səhv eləmirəmsə. İnşallah gördüğünüz kimi hamd olsun Allah'a pis değil. Burada istiliği de elhamdülillah dikkatine baksanız görersiniz. Orada %28,8 ve burada dikkatine baksa burada da 28,8. Bax belə dəyərli izləyicilər, yəni ki bildirçin inşallah tez inkişaf eden bir şeydir. Görək Allah'a təvəkkül. Əgər inşallah gələcəkdə yumurtlasa, yumurtalarını yəni yumurta biznesini məşğul olmaq fikrində olsam, əgər yaxşı olsa, qazanc əldə etsəm, davam edərəm. Yəni saxlamağa davam edərəm inşallah. Bax belə dəyərli izləyicilər, həmd olsun Allah'a, hər bir iş qaydasındadır. Zəhmət olmuş abone olmayanlar abone olsunlar, mənə dəstək olun. Bəyənsəniz çox xoşuma gələr. Allah'a emanet olun dəyərli izləyicilər.